Deməli dostlar, Türkiyə vloqumuzun ilk bölümünə xoş gəlmisiniz. 123 manata bilet almışıq və Türkiyəyə gedirik. Nə qalmağa yerimiz var, nə işləməyə işimiz var, nə pulumuz var, heç bir şey də yəni ki. Gedirik inşallah Türkiyəyə. 10 bölümlük yəqin ki senaryo olacaq. Bu Şəminin həyatı kimidir. Yəni normalda oyunu necə çəkirdimsə, bu dəfə də eyni vəziyyətdə yəni çəkəcəm də bunda. Həyatda qalmağa çalışacağıq dostlar. İnşallah ki uğurlu olar. Siz də bəyənib abunə olmağı unutmayın. Bax indi Azərbaycan hava limanındayam. Heydər Əliyev hava limanındayıq. Saat 17:00-da uçuşumuz var. Gözləyirik hal-hazırda. Təxmini saat 19:00-da Türkiyəyə çatacağıq və orada biz harda qalacağıq, necə qalacağıq, gedib yəqin ki normal millətlərdən, normal insanlardan kömək istəməyə çalışacağıq da. Yəni inşallah ki görək bizim başımıza nə işlər gələcək. Maraqlı olacaq həqiqətən də. Bu çətinlikləri sizinlə bölüşəcəm. Normalda məsəl üçün türk bloqerlərə gedirlər, xarici həyatda qalmağa çalışırlar. Biz də Azərbaycandan çıxıb Türkiyədə həyatda qalmağa çalışacağıq və bizim şortlarımız və TikTokumuz üçün orada türkcə konsept çəkirik. Orada da yəqin ki çəkməyə davam eləyəcəyik türk milləti ilə. Burada bizim gözəl Heydər Əliyev hava limanıdır. Oranı da sizə göstərəcəyik. Yəni maraqlıdırsa həqiqətən də biz heç bir yerə çıxmamış insan kimi, məsəl üçün mən birinci dəfə də uçuram. İnşallah ki xeyirli və uğurlu olar. Görək başımıza nə iş gəlir. Hələ buradayıq. Hal-hazırda gördüyünüz kimi Azərbaycan hava yollarının samolyotlarıdır. Biz deyəsən AJT-də uçacağıq. Burada top vururuq qaqal. Deməli bizim hələ 2 saat vaxtımız var samolyota minməyə. Qəribə düzəldiblər. Bir dənə bax, oradan bura gəlirsən, düşürsən, minirsən. Buradan da deyəsən buradan kim düşəcək? Yəqin atlanırsan buradan aşağı. Orada da avtobuslar falan var. Bizimkisi AJT. İnanmıram bu Azərbaycan hava yollarıdır. AJT hələ ki yoxdur buralarda məncə. Burada pisdir. Gözləyək görək buradan hər hansısa bir samolyot düşəcək yoxsa yox. İçəridə bekar gəzirik sən öl. Cəmaət də baxır ki bu neynir ala görəsən. Heç nə yoxdur maraqlı qaqa. Burada parkovka zonasıdır. Görün nə qədər maşınlar var. Yəni qardaş bura işləyir də. Millət var, millət. Nə qədər maşın gedir gəlir. İnşallah görək başımıza nə iş gələcək. Gözləyirik hələlik. Burada bizim hava limanımızın içərisidir. İçərisi çox qəşəng səliqəlidir. 3 mərtəbədir. Həqiqətən də çox gözəldir, yəni dizaynı falan, üstü falan. O tərəfdə səhv eləmirəmsə bileti alıb keçən gör nə qədər adam uçuşa gedir. Yəni başqa xarici ölkələr gəlir. Sonra xarici vətəndaş gəlir. İçərisində Çinli, Hindistanlı, nə bilim, Rus milləti, Türk milləti hamısından var. Deməli birinci etapdan keçdik. Bu vəsiqəniz adı verirsən, əsas premium yerdə. Yəni bura heç vaxt görməmişdim. Normalda gətirib hamını yola salırdım, buradan çıxıb gedirdim. Bura sırf bilet alanlara özəldir. İçərisi də çox premiumdur da. Yəni hər şey var da içində. Yəni lüksdür da. İçində bahalı içkilər falan, nə bilim, mağazalar, oyun yerləri, paltar almağa, yəni yerlər falan. Hər bir şey var da. Bir dənə buranı sizə istəyirəm yüngül var göstərim. Sibirizin belə bir dənə proyekti var. Yəqin ki çoxunuz Sibirizi tanıyırsınız da. Mən bu plajda olmuşam. Bura pulsuzdur, bura pulludur. Yeni yer inşa elədilər də, yəni başdan ayağa. Bir dənə gözəlliyə bax. Sibiriz həqiqətən də yəni Bakının ən gözəl yerlərindən biridir. Bura mağazalardır, deyəsən mall kimidir. Hər bir şey satırlar. Qiymətlər evro ilandır. Azərbaycan manatı deyil. Bu qapıdan o tərəfə Azərbaycandan çıxmış olursan da qiymətlərə bir dənə baxırıq 39 dollar, evroda deyəsən 36 evro. Maraqlı şeylər var həqiqətən də. Yəni nə bilim 60 evro, 85, 385 evro. Oha. Lament siqareti bax axtaranlar, siqarası burada satışdadır. Bəzi siqaretlər var ki, yəni həqiqətən də burada satışda var. Görmədiyimiz, yəni satışda olmayan şeylər var burada. Kentin qiyməti 31 evro. Hər dildə danışırlar da, yəni ingiliscində, rus dilində, sonra türk dilində, istənilən dildə danışırlar da. Qiymətlər də yüngülvarı nəzər keçirtdik. Burada maraqlı şeylər var da, yəni satışda da. Heç Bakıda olmayan şeylər burada satılır. Bura başqa dünyadır da, yəni sınırın çıxışıdır da bu tərəf. Azərbaycanın içi olsa da, yəni bileti alandan sonra bura çıxış sayılır. İkinci mərtəbəyə çıxaq görək, ikinci mərtəbədə bizi nə qarşılayacaq. Burada deyəsən mall kimi bir yerdir, yoxsa başqa bir şeydir. Mərtəbədə deyəsən çox da elə bir şeylər yoxdur. Yəni normal sakitçilik. 23 manatlıq biletlə gedirik deyə, yəni bilmirəm içində yemək olacaq, su olacaq. Yəni pul da xərcləmək istəmirəm, amma pul da yoxdur. 50-60 manat pulumuz var. Görək orada başımıza nə iş gələcək. İçərisi maraqlıdır.
Həqiqətən də yəni bahalı şeylər var. Hamısı da evro ilə, dollarlandı. Yəni bizim pulla deyəsən yoxdur. Yəni baxdım, görə bilmədim. Yarım saata da samolyotumuz uçur. Samolyotumuz da buradadır, sizə göstərim. İndi bilmirəm, bu yəqin ki başqa samolyotdur. Bizim samolyotumuz birazdan gələcək. Yavaş-yavaş getmək istəyirəm samolyot tərəfə. Gedirik uçağımızın yanına. İçəri girdik, içəridə belədir. Yəqin ki birinci dəfədir. Yəni görənlər mənim kimi şoka düşürsən burada. Aşağı düşür deyəsən. Uçağımız buradadır dostlar. Bir dənə yekə ağ samolyotdur. Görüntüyə bax dənə. Gedirik. Deməli, qiymətlərə baxırıq. Çay 5 evrodur. Kofe də 5 evrodur. Əlavə də ki, deyəsən bundan verirlər. Üstə gəl. Ülkər yanında içməyə. Baxın, görə başqa nə var. 22 evroya Fanta ilə toyuq, nə bilim, sos falan, belə bir şeylər. Smoke detectors are installed in the lavatory. In case of non-compliance with these rules, be reminded to Director General of Aviation may find impose administration.
If your electronic device or spare battery is lost or falls between seats, do not move the seat and inform the cabin crew. Thank you. Deməli burada avtobusla qarşılayırlar. Bizdə avtobus yoxdur, birbaşadır. Avtobusla qarşılayırlar hamını. Bizə gedək buradakini oturaq. Ajetlə yolculuğumuz yaxşı gedir hələ ki. Uşaqlar gəldik, amma yəni hamının arxası düşmüşüm. Bilmirəm hara gedirəm. Nartan çox yəni yekətdə bura. Bizimki kimi deyirlər. Yəni hər kəs bir tərəfdədir. Baba gör nə qədər millət var da, yəni doludur da adam, nə qədər adam var burada. Biz mən hardan bilim mən hara çıxacam, necə çıxacam. Hər millətdən var da, yəni bura çox yekədir. Yəni mən bilmirəm hansı tərəfdə çıxacam, hansı tərəfdə düşəcəm bilmək olmur da, yəni ki. Düz gedirik, amma internet tapmalıyam, dostuma zəng eləməliyəm ki, məni gəlsin buradan götürsün. Yəni insanların çıxdığı tərəflərə getməyə çalışıram. Burada bilmirəm indi nədir, nətərdir. Yəni burada da bavullar falan var. Bavulları götürürlər. Hamı da buradan çıxır. Yəqin ki bizim də çıxışımız buradan olacaq. İnşallah. İnternet tapmalıyam təzə vəziyyətdə. Şarjım da yoxdur.